Bu bəyimiz yemək yeyir hal-hazırda. Nuş olsun tohum. Otağı da hər zamanki kimi dağıdıb, yenə döşəkçələr intihar eləyib. Normalda bu döşəklər düzgün düzülməlidir. Mən də gəlib çıxmışam, acından ölürəm. Çünki yeməyimiz az idi. Bu bəyimizə verdim ki, acından ölməsin, körpədir. Anası acından ölür. Ürəyim ağrır. Neysə qızlar, baxın. Bir iki qablarım var, yığılmalı. Yuyulub təzədir, təmizdir daha doğrusu yığacam. Bizimki bugün işdən sonra məşqə gedəcək deyə rahatam hələ ki yemək məsələsində. Bilirəm ki, bu dəqiqə hazır olmasa da olar. Ona görə ilk öncə öz qarnımızı doyuzdurmağa çalışıram. Ana bala ikimiz də acıq. Uşaq bağçadan mən də işdən gəlirəm. Hə qızlar, yumurta qızardacağım. Yumurtamızı yeyək. Uşağıma yemək vermişdim, yeyib amma deyir ki, doymadım. Yəni, uşaq doymadı bildiyin. Ona görə məcburam, mən də əlavə yumurta qızardıram. Həm özüm yiyeyim, həm də yesin. Xoşbəxt ana, xoşbəxt övlad deməkdir deyə düşünərəkdən iş başındayım. Hə, qızlar, neçə vaxtdır deməli uzun video paylaşmıram. Rəy yazıblar qızlar ki, bəs niyə siz uzun video paylaşmırsınız daha? Dedim ki, ay bacı, baxmırlar, nə var? Bax, paylaşıram 1 saatlıq video. Ta əvvəl vaxtlarda əslində baxırdılar. Nə yalan deyim, indi deyəcəm, deyir, haqqına girmiş olacam izləyicilərimin. Əvvəl baxırdılar. Sonra nəsə bu 1 saatlıq videolara maraq azaldı elə bir. Bu bəzi kütlə var, sırf qısa video üçün gəlir. Bax, o kütləyə görə məcburən qısa videolar çəkəsi oldu. Amma söz vermişəm, bugün 1 saatlıq video çəkəcəm sizinlə. Söhbət eləyəcəm, yemək yeyəcəm, nə bilim, olandan, itəndən, batandan danışacağım. Ona görə də mütləq videonun sonuna qədər izləyin. İzləyin ki, mən də çoxlu çəkim də belə videolar. Sonra bax, deyirsiniz ki, çəkmirsən. Hə, qızlar, neçə gündür. İşdə başım elə qarışıqdır, inanırsınız. Sabah yox, o birisi gün, inşallah, sağlıq olsun. Anamın happy birthday-sidir. Mayın biri annem dünyaya göz açmış. Anam üçün qəşəng bir hədiyyəm olacaq. Tam da onun ürəyi istəyən kimi bir hədiyyədir. İnşallah onu da videoda çəkib sizə göstərəcəm mütləq. Yumurtanın qabı qoşdu, görürsünüz mü? Hə, niyə göstərəcəm? Çünki sizin üçün maraqlı olur belə videolar. O vaxtda telefon alanda paylaşdığım videoya nə qədər yaxşı olmuşdu. Akazvitska maraqlı gəlmiş. Yumurtaları buradan şilküt edədikdən sonra gözləyirik ki, o yumurtalar qızarsın. Odunu az verdim. Dedim birdən tez qızar, tava yanmasın. İndi isə odunu artıraq geçsin. Deməli, işdən nə danışacaqdım sizə qızlar? İşlərin çoxluğundan heç danışmıram, o heç o daimi hərəkətdir, bilirsiniz. Mən təzə işlərə girişmişəm, online işlərə. Livgood deyə bir şirkət var. Bilmirəm, bilirsiniz, bilmirsiniz. Aranızda yəqin ki, bilməyənlər də var. Varsa, istəsəz, mənim komandama qoşula bilərsiniz. O şirkətdə nə dövriyyə eləmirsən, nə də ki, alıb satmırsan da, yəni. Əla bir şeydir. Abunəliklə qazanırsan da, yəni abunə yığırsan və qazanırsan, belə deyim. Girişmişəm o işə. Sağlıq olsun, inşallah, təzə başlamışam. Nəticəsini inşallah yaxşı ki, görəcəm də, yəni arxa ilə çox işdən nəticə görəcəm. Ona görə başladım. Belə işlərlə məşğulan bacılar. Sonra canım sizə desin, evdarlıq edirəm, ev işlərinə məşğul oluram. Sonra bacılar sizə nə deyim? 30 il ərzində qazandığımdan nə bir qeyri-adi bir yerə getməmişəm. Deyim sizə ki, məsələn, belə getmişəm də. Yəni, nə bilim, düşünürəm ki, gərək eləyərdim. Vaxtında adam eləyəndə, sonradan adama qəribə gəlmir. Amma o ki, eləmirsən, birdən başlayırsan eləməyə. Onda sənə də qəribə gəlir, deyirsən, bu artıq xərc oldu, elə bil. Başqalarına da qəribə gəlir. Deyirlər ki, buna bax, bəxtəvər gəzir. Tay demirlər ki, bu bədbəxtin balası səhərdən akşam qədər işlədi axı. 24 saat deyirəm. 7 gün 8 saat, hər gün 8 saat işdə olur da bu. Gecə yatmağa gəlir ancaq evə. Nə olar ki, o getsin 2 günə dincəlsin, bir istirahət eləsin. Nəysə.
mentalitetimizdən danışıb sizi sıxmayacağam. Yeniliklər olacaq qızlar, onu deyim sizə. İnşallah sağlıq olsun, həyatınızda böyük yeniliklər olacaq. Qarşıdan xoş xəbərlər gözləyir sizi. Hər biriniz xoş xəbərləri eşitmək üçün mütləq məni izləyin. Çünki izləməsəz bilməyəcəksiniz. Ay Tovru, tarikavı gətir, sənə də yemək çəkir yumurtadan. Tarikavı gətir, yumurtadan qoyum sənə də. Tarikavı gətir, yumurtadan sənə də qoyum. Dəfə dedi, istəyir uşaq elini söz atlasın. Ama bundan verdi. Bir yemeği ye sonra da. Hayır. Çöreğden vereyim, çörek yersin. Çöreğden yok he. Merdiven ondan versin. Onu vermək üçün isti su lazımdır. O da bizdə yoxdur. Qoyaram su içsinlər sonra. Yanlış. Ama çok koy. Tamam. Kaşığın da var, burada yedim. Kaşığım yoktu orada. Yoktur. Yok. Al. Seri gelince Bu dur. eli götürüyorum. Təzəsini verdim də geri getdi al. Yaxşı. Allah, ac vaxtımda elə bilirəm ki, məndən kimsə nəsə istəyəndə söyürdə mənə. Mən də evə təzə gəlmişəm, orduma deyərlər, sən də. Qoy 5 də dincəlim də. Nasıl ki, ac olanda yumurtadır, nədir, belə şeyləri bildiyim şey gözü ilə baxıram da, tapıntı gözü ilə baxıram. Neyse, mən yeməyimi yiyeyim, sonra davam edeyim. Hə qızlar, yedim, içdim, qarnım toxdur və gəldim yenə sizinlə söhbət eləyə işlərindən görməyə. Bura neysə dağılıb, bilmirəm nədir. Gedim salfetkanı gətirim, birinci oranı silim. Paltaryanımızı sildik, elədik, çiçək. İndi də buraları yığışdıraq, qızlar. Söhbət eləyək. Deməli, mənim gələcək planlarım çoxdur. Allah qismət eləsin, onları həyata keçirdikcə bir-bir sizə deyəcəm. Ona qədər məni izləmədə qalın, çünki sizlər üçün maraqlı videolar çəkməyə davam edəcəyəm. İnci buranı yığışdırım, sonra kələm dolması eləyəcəm. Onu söyleyeyim. Təzə kələm almışam. Deyirlər təzə kələmin dolması dadlı olur. Mən həmişə köhnə kələmdən eləyirdim. Bu dəfə yoxlayacağım, görə bu nətər çıxır. Nənləri toyuğun döşətindən qatlet eləmişdim. Ona görə biraz toyuğu çəkmək üçün olan ləvazimatları falan hər şey çıxartmışam. Yuyub doldurmuşam stolun üstüne. Əvvəllər gördüyü işi haqqında danışmayan, nə bilim, heç özünü belə övməyən, sadə bir insandım. Hardasa bir yerdə işə falan da girəndə, kimsə mənə danışdırmadıqsa danışmırdım. Yəni dəqiqə başa, nə bilim, mən bunu elədim, mən onu elədim deyə reklamlar eləmirdim. Xoşlanmırdım da həqiqətən. Səssiz işləyirdim. Və həqiqətən də mənim varlığım, yoxluğum bilinmirdi. Əslində o dövr üçün yəni darıxıram belə. İçimdə, ürəyimdə bir qəribə hiss yaranır ki, kaş yerə elə qalardım. Sanki ama iş yerim dəyişdikcə, ortamım dəyişdikcə mən dəyişdim. Bilmirəm insanlar məni buna vadar elədi, bilmirəm yoxsa elə olan buydu, mən səhv idim bəlkə, onu da bilmirəm. Burada fikirləşirəm ki, mənim o qədər yəni iş həyatı dəyişdi ki,
Xarakterim tamam dəyişdi, başqa bir insan oldu. Mən əvvəl çox deyincən, danışqan, hər şeyə bir muz qoyan adam deyildim. Amma indi elə olmuşam, nə yalan deyim, yəni artıq bu olmuşam. Əvvəl deyərdilər ki, tutaqçıda qatıq qaradır, heç mübaşirə eləmədən deyərdim ki, qaradır. Amma indi mənim qabağımda dura bilərsən. Gələn qatıq qaradır, ta o qatığın ağ olduğunu səni mən sübut eləməyincə dincəlmirəm. Program əslində. Yəni, bu da bir xasiyyət deyil də. İndiki halımı heç bəyənmirəm. Əvvəldə bundan rahat yaşayırdım. Başım dincidir. Heç kimdən el dili ilə desək söz güləşdirmirdim. Heç kimdən işim yox idi, heç kimdən mənim işim yox idi. Amma çox istifadə olunurdum yəni. Bildiyin yüklüyürdülər də mənəvi şəkildə. İstər zəhməqrəb olsun, istər nə bilim, iş həyatı olsun, həqiqətən də yükləyən nəydi də, hara, kim harada gəldi, istifadə edirdi. Və qəribəsi oldu ki, mən narazı olmurdum, demirdim də, yəni bu qədər istifadə edirsiniz mənim. Ay millət, niyə belə edirsiniz? Təzə kələməyin kələmdə olmasını edirəm. Deyirlər ki, bunda bir dəfə pört etmək lazımdır.